Buyurun kardeşler, ilk önce Muhammed Mustafa sallallahu aleyhi ve sellem Efendimizin mübarek mücella pak ruhu tayyibelerine, alınan eshabına, ehl-i beytine, tüm meşerzi bil ihtiramazlar var tabilerine, bir cümle geçmişlerimizin ruhuna şad olmak için, hayırların fethi, şerlerin defi, sohbetimizin feyzi bereket için, dinimizin, imanımızın, milletimizin, memleketimizin selameti için, hastelerin şefası, dertlerin devası, borçlarına ders için, Zəngəzur koridorunun açılması ve Turan məhkurəsinin gerçəkləşməsi üçün və xüsusən Allah rızası üçün bir Fatihə-i Şərifə, 3 Qul Huvallah oxuyaq lillah Teala'l-Fatiha. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Essalatu vesselamu ala Resulina Muhammedin ve ala alihi ve sahbihi ecmaîn. Amma ba'd. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Çok kıymetli kardeşler. Bilirsiniz bugün mübarek bir geceli Miraç gecesidir. Geceniz mübarek olsun. Allah-u Teala ettiğimiz ibadetleri, duaları dergah hazretine kabul eylesin. Bu gece Peygamber Aleyhisselatü Vesselam'ın Mescid-i Haram'dan Kudüs'teki Mescid-i Aksa'ya gece yolculuğu ki Kur'an-ı Kerim'de İsra suresinin başında o ayetler yer alır. Yani Peygamber Aleyhisselatü Vesselam'ın gece yolculuğundan bahsolunur. Oradan da semalara yükseldiği yani Miraca yükseldiği söylenilir. Hadis-i şeriflerle ayet-i kerimeyle sabittir. Yani ona göre bu mevzuda şüpheye kapılmak doğru değil. İnşallah indi Osman hocamızın Peygamberimizin hayatından bahsedilen Hz. Muhammed Mustafa sallallahu aleyhi ve sellem hayatı Kur'an-ı Kerim ışığında Nebiler Silsilesi kitabından inşallah mehbubun Habibine olan benzersiz ikramı Miraç. Bundan bahsedeceğiz inşallah. İsra hadisesi hicretten 18 ay evvel yani il yarım evvel meydana gelmiştir. İsra ve Miraç olarak ifade edilen bu ilahi ikram, bütün beşeri perdeler kaldırılarak idrakların ilerisinde ve tamamen ilahi ölçülerle gerçekleşen bir lütuftur. Mesela beşeri manada mekan ve zaman mefhumu ortadan kalkmış, milyarlarca insan ömrüne sığmayacak kadar uzun bir yolculuk ve sayısız müşahedeler bir saniyeden daha az bir zaman içerisinde meydana gelmiştir. Hak Teala buyurur İsra suresinin 1. ayetinde Subhanellezi esra bi'abdihi leylen minel mescidil aksallezi barakna havlehu linuriyehu min ayatina innehu huves-semi'ul basir. Kulunu Muhammed Aleyhisselatü Vesselam'ı bir gece Mescid-i Haram'dan özüne bazı ayetlerimizi göstermek için etrafını mübarek kıldığımız Mescid-i Aksa'ya aparan Allah her cür noksan sıfatlerden münezzehtir. Şüphesiz o her şeyi hakkıyla bilen, hakkıyla görendir. Ayet-i kerime ifade ettiği mühim ve çaşılacak işlerin ehemmiyetine dikkat çekmek üzere tenzih ile başlamıştır. Müfessirlerin yani tefsir alimlerinin beyanına göre Sübhan, Cenab-ı Hakk'ın noksan sıfatlerden tam bir şekilde münezzeh olduğunu ifade eder. Ayrıca Hakk'ın harikulade seneti karşısında heyret ifadesi olarak da işledilmiştir. Aynı zamanda mühim tesbihattandır. Yani Sübhanallah diye. Allah-u Teala Sübhane diye başlayır. Sübhane. Ellezî esra. O ki gece yolculuğu etmiş. Bi abdihi. Kulunu leylen gece yani. Minel mescidil harami. Mescid-i haramdan ilal mescidil aksallezî barakne havlehu linuriyehu min ayatina innehu huves-semi'ul basir. Yani Allah-u Teala burada Sübhan kelimesini işledir. Heyret verici,
və uca Allahı tənzih eləyərək. Qısaca bu kəlmə bir, ağıllara heyrət verən İsra hadisəsini ucaltma və doğrulama, qəlblərin təmizlənməsinə zəmin, ortam hazırlamadır. İnsanı təşbih və təcsim, yəni Cənab-ı Haqqı məxluqata bənzətmə və cisim şəklində düşünmə quruntularından da qoruyur. Ayət-i kərimdə nə buyurur Allah-u Teala? Leysə kəmislihi şey'un və huvəs-səmi'ul basir. Digər bir ayət-i kərimdə və ləm yekulləhu kufuven ahad, bildiyiniz. Onun bənzəri kimisi yoxdur. Yəni Allah-u Teala'nı bir cismə bənzətmək doğru deyildir. Burada Sübhan, yəni Sübhanallah nə deyirik? Allah-u Teala deyir ki, o həmən zikrin mənasında Allahım sən nöqsan sifətlərdən münezzəhsən. Nöqsan sifət nədir? Mənim burada oturmaya ehtiyacım olduğu kimi Allahın oturmaya ehtiyacı yoxdur. Mənim yeməyə ehtiyacım olduğu kimi Allahın yeməyə ehtiyacı yoxdur. Mənim yatmağa, mürgüləməyə ehtiyacım olduğu kimi Allah-u yatmağa, yoxlamağa ehtiyacı yoxdur. Yəni biz möhtac kimsələrik, Allah möhtac olmayandır. Allah samətdir. Hər kəs ona möhtacdır, o kimsəyə möhtac deyildir. İkincisi, miracı mümkün görməyənlərə qarşı Cənab-ı Haqqın acizlik və bənzəri hər cür nöqsan sifətlərdən münezzəh olduğu həqiqətini ifadə edər. Yəni Allah Teala aciz deyildir. Hətta Adəm aleyhisselama səcdə əmrini dərs anladarkən, yəni mələklərə bilirsiniz, əmr elədi ki, Adəmə səcdə eləyin Allah Teala. Hamısı səcdə elədi, illə iblis. Ancaq iblis xaric. İblis səcdə eləmədi. Bu dərsi anladarkən tələbənin birisi qayıtdı ki, hocam Allahdan qeyrisinə səcdə caizdir ki, Allah Teala Adəmə səcdə əmri verdi. O da qayıtdı ki, səcdəyə layiq olan varlıq, yəni Allah Teala izin verdiyi zaman, əmr elədiyi zaman caizdir. Yəni səcdəyə layiq varlıq Allah Teala o söylədiyi zaman caiz olur demək. Ayət kəlmənin davamında gecəyə diqqət çəkilməkdədir. Çünki İsra bir gecə yolculuğudur. Vəhiy böyük bir əksəriyyətlə gecə gəlmişdir. Müsbət, mənfi, böyük hadisələr, oluşlar və zirvə hadisələr də ümumiyyətlə gecə təzahür etmişdir. Necə ki, nafilə ibadətlər içində səhər vaxtı əda edilən təhəccüd zirvə bir ibadətdir. Yəni, nafilə ibadətlərin ən başında tacı təhəccüd namazıdır. Ondan daha fəzilətlisi yoxdur. Niyə? İnsan yatdıqdan sonra qalxıb ibadət etdikdən sonra ağır gəlir, nəfsə ağır gəlir yəni. İnsanoğlu nə qalır? Nəfsinə qalib gəlir, isti yataqdan yanını qaldırır və şirin dadlı yataqdan ayrılır, deyir ki, ya Rab, sən mənim Rəbbimsən, mən də sənin qulunam, deyə alnını səcdəyə qoyur. O zaman ona görə gecə ibadəti daha fəzilətli bir namazdır. Məscid-i Aqsa və ətrafının mübarək olması isə böyük izah edilmişdir. Belə izah edilmişdir. Din və dünya bərəkəti ilə bərəkətləndirilmişdir. Ətrafında yaşıllıqlar və ırmaqlar vardır. 2. Bir çox peyğəmbər orada yaşamış və bu səbəblə də vəhyin eniş məkan olmuşdur. 3. İsra hadisəsi səbəbi ilə də ayrıca bərəkətli qılınmışdır. Bu yolculuqda Cənab-ı Haqq qulu və Rəsulu Muhammed Mustafa sallallahu aleyhi ve səlləmə əcaib və xariqüladə hadisələr göstərmişdir. Yeri gəlmişkən, Məscid-i Aqsanın da bir an öncə siyonistlərin işğalından deyək, o əsarətindən qurtulmalarını Allah Teala'dan təmənni edirik. Orada əziyyət altında, işgəncə altında məzun müsəlman qardaşlarımız və bacılarımıza da buradan dua edirik. Allah-u Teala onları mühafizə eləsin. Allah-u Teala çıxış qapıları göstərsin, xəlq eləsin. Allah Resulü sallallahu aleyhi ve sellem o gecə Məscid-i Aqsada bütün peyğəmbərlərə imam olub namaz qıldırdı. Yəni o Məscid-i Aqsada. Əbu Hüreyrə radiyallahu anh'tan rivayet edilənə görə İsra gecəsi Resul-i Ekrem sallallahu aleyhi ve sellemə birində şarab, yəni içki, digərində süt olan 2 kasa gətirildi. Həzrəti Peyğəmbər sallallahu aleyhi ve sellem belə bir baxdıqdan sonra süt kasasını tercih etdi. Bunun üzərinə Cəbrail aleyhisselam səni insanın yaradılış qayəsinə uyğun olana yönləndirən Allaha həmd olsun. Əgər içki dolu bardağı, fincanı alsaydın,
ümmətin sapıqlığa düşərdi, dedi. Rəvah Müslim. Yəni, bu gecə də bizlərin də evə getmədən bir miqdar süt alıb evdə ailə ilə bərabər o xatirəni yaşatmaq adına, yəni içinə də bir Fatihə surəsi oxuyub, bir ayət-i kürsü oxuyub, içmək daha məqsədə uyğun sayılır. Niyə? Resulullah s.ə.v o gecə İsra gecəsində neyləmiş? Süt içmiş, yəni. Cəbrail İslamın təqdimatı ilə. Biz də təbii ki, Cəbrail İslam gətirməyəcək, biz özümüz alaq, yəni, ev xalqına. Resulullah sallallahu aleyhi ve sellem beləcə bütün ümmətini təmsil edir və onların feyiz mənbəyi olurdu. Burada süt, fitrəti, şərab isə dünyaya rəğbəti təmsil etməkdədir. Cenab-ı Hak ayət kəlmədə və mə yandiqu anil həvə, o arzusuna görə danışmamaqdadır. Nəcm surəsi 3-cü ayətinə buyuraraq, Varlıq Nuru Əfəndimiz sallallahu aleyhi ve sellemin həvasından danışmadığını və özündən bir şey etmədiyini bildirmişdir. Faili mutlaq Cenab-ı Hak'tır və Allah Resulü sallallahu aleyhi ve sellem də ona tam mənasıyla təslim olmuşdur. Burada Allah-u Teala sütü tercih etdirərək Həbibini ən fəzilətli olana yönləndirmişdir. Eyni zamanda bu hədis-i şərif üzərə ümmət-i Muhammedin bir rüchaniyyətini də göstərməkdədir. İsra hadisəsi ilə Məscid-i Haramdan Məscid-i Aksa'ya götürülən Peyğəmbər aleyhissalatü vesselama buradan səmavata uruc etmə, yəni yüksəlmə, yəni Mirac şərəfi bəxş olundu. Gerçəkdən Məscid-i Aksa'ya varan Həzrət Peyğəmbər sallallahu aleyhi ve sellem buradan Həzrət Cəbrailin rəhbərliyində Sidrətül Müntəhaya qədər çıxdı. Sidrətül Müntəhaya qədər çıxdı. Kainatın əfəndisi Sərtac-ı Ənbiya aleyhissalatü vesselam Efendimiz bu hadisəni uzunca anladır. Yəni, səma qatlarına yüksəldikcə orada olan peyğəmbərlər, gələn kimdir? Orada olan mələklər, qapı döyüldüyü zaman gələn kimdir? Cəbraildir, yanındakı kimdir? Həzrət Muhammed s.ə.v ona peyğəmbərlik verildi mi filan, belə suallar hər qatda bir peyğəmbərlə görüşmüş Allah Resulü aleyhissalatü vesselam Sidrətül Müntəhaya qədər Cəbrail s.ə.vlə bərabər gedir. Və istifadə edilən minik də Burak adında bir minik. Burak. Burak da gördüyü ən son nöqtəni bir addıma gedən bir minik. Bir addıma. Biz burada məsələn görürük ayı. O ayı məsələn sərhəd olaraq görürük. Və yaxud da uzaqda, ondan da uzaqda deyək, bəlkə Mars var. Onu bir addıma gedirmiş yəni. O qədər sürətli gedən bir vasitə. Cənnətdə də möminlərə ref adında minik veriləcək. O da o böyük verilən cənnəti gəzmək üçün əlbəttə ki, komfort bir minik lazımdır. Yəni, sürəti çox olan ki, gəzib qutara bilsin. Ref adında ayət kəlmələrlə səbit, yəni, Vaqia surəsində də keçir. Yəni, o miniklərdən Allah Teala bizə ikram edəcək, biz də orada istifadə edəcək. Niyə görə Siddətül Müntəhaya qədər getdi Peyğəmbər Aleyhisselatü Vesselam? Cəbrail Aleyhisselam dedi ki, buradan bir addım irəli getsəm, qanatlarım yanar. Yəni, mənə icazə bura qədərdir. Məhz ona görə insanoğlu, bilirsin, mələklərə nəfis deyə bir şey verilməmiş. Davamlı Allah təsbih edərlər, Allah əmrlərini yerinə yetirərlər. Amma insanoğluna nəfis deyə bir əngəl qoyulub. Hələ o da bəsləməmiş, bir də şeytan deyə bir muzu olmuş insanoğluna. Yəni, o da insanı davamlı, insanı yoldan çıxartmağa çalışan bir varlıq. Allah-u Teala'nın qulu, bəndəsi olan bizlər, əgər nəfsimizə hakim olaraq namazımızı qılarıqsa, ibadətlərimizi yerlə yetirəriksə, haramlardan çəkinər, əmirləri tam-tamına uyarıqsa, o zaman mələkdən üstün hala gəlir. Niyə? Çünki Siddətül Müntəhaya qədər getdi Cəbrail Aleyhisselam. Nəfis verilməyən bir varlıq ora qədər getdi. Oradan irəlisi artıq Peyğəmbər Aleyhisselatü Vesselam tək başına yolçuluq elədi. Allah Teala'yla görüşmək üçün. Bağlamadı mı sən? Minbərdəkini bağlı. Yəni, Allah-u Teala'nı Peyğəmbər Aleyhisselatü Vesselam orada müşahidə etdiyi zaman bir rəvayətə görə 70.000 pərdə arxasından Allah-u Teala'nı gördü Peyğəmbər Aleyhisselatü Vesselam. İlk gördüyündə Ət-təhiyyətü lillahi və salavətü və tayyibət dedi. Dil ilə, mal ilə, bədənlə edilən ibadətlər sənədir, ya Rəbbi. Yəni, Allah-u Teala'nı ilk gördüyündə.
Üç şeye karşılık Allah Teala da üç şey söyledi. Esselamu aleyke eyyühen nebiyyü ve rahmetullahi ve berekatüh. Salam, rahmet ve bereket. Yani üç şeye karşılık üç şey. Resulullah sallallahu aleyhi ve sellemin ümmetine düşkünlüğüne bakın ki hemen dedi Esselamu aleyna ve ala ibadillahi salihin. Salam bizim üzerimize ve salih bendelerin üzerine olsun. Ve sema ehli melekler buna şahit ilerdiler. Eşhedü en la ilahe illallah ve eşhedü enne Muhammeden abduhu ve resulü. Bütün oradaki melekler buna şehadet getirdiler. Yani Peygamber aleyhissalatü vesselamın bu sema yolculuğundan, Miraç hadisesinden bizlere hediye diyek yani. Her giden mesela sefere gidirik, seferden kaydarken yanımızdaki insanlara hediyeler getirik de hacca gidenler, ümreye gidenler torbalarını doldururlar, etirlə, tesbihle, ne bileyim bileziklə, falanla, saatlə, üzüklə, her öz cib vəziyyətinə görə. Peygamber aleyhissalatü vesselam da Allah-u Teala Peygamber aleyhissalatü vesselama 3 hediye ikram elədi. Az önce kardeşimizin okuduğu Əmənə Rasulü birbaşa Allah-u Teala'dan yani meleksiz yani ortada Cebrail olmadan yani vəhyin gelme şekilleri farklıdır. Cebrail aleyhisselamın getirdiği var, arı vızıltısı şeklinde gelen var. Ondan sonra Peygamber aleyhisselatü vesselam birbaşa gelen var, yuxu vasıtasıyla gelen var. Vəhiylər farklıdır gelme şekilleri. Əmənə Rasulü dediğimiz Bəqərə surəsinin son 2 ayəsi birbaşa Allah-u Teala'dan Peygamber aleyhisselatü vesselama ilka olur. Yani birbaşa gelen vəhiy üsulu. Ve onu yatsı namazından sonra okuyan kimseye Peygamber aleyhisselatü vesselam o ona kifayettir deyir. Yani yeter ona. O kadar faziletli bir şeydir. Zaten imanı yenileme oradaki imanı yenileme dersidir diyek. İkinci hediye nedir? Peygamber aleyhisselatü vesselama biz bunu Miraç'tan nükteler, bir neçe nükte inşallah buradan mütalaa eləyək. Resulullah sallallahu aleyhi ve sellem Efendimiz bu yolculuğa çıkmadan önce şakkı sadır. Şakkı sadır nedir? Kalbin açılması, kalbin genişlenmesi. Şakkı sadır hadisesi meydana gelmiştir. Bu da gösterir ki manevi yükseliş kalbi safiyetle mümkündür. Elə bir kalp ki içinde nur ilahiden başka bir şeye yer yoktur. Kalp kesafetten kurtulunca esrar-ı ilahinin tecellileri könlü sarmağa başlayar. Yani biri uşaq vaxtı olmuştu Peygamber aleyhisselatü vesselamın kalbinin yarılması, şakkı sadır hadisesi. Uşaqkən, süd anasında olarkən. Ve kardeşi, süt kardeşi onu gördüğü zaman korkmuş ve eve gelip deyir ki, bəs belə bilir, Muhammed'in kalbini açtılar, belə filan ledlər, pişman ledlər. Yani zemzemle, qarla tertemiz yuyduqdan sonra kalbi yerine yerleştirirler. Yani şeytanın sendeki sonuncu ümidi diye bir kan pıhtısını onun kalbinden çıkarırlar yani. Bu Miraç hadisesinde de Allah Resulü'nün kalbi açılır. Yani bir ameliyattan geçir ondan sonra yükselir yukarı Miraç'a. İkincisi İsra hadisesi kulunu müstesna bir şekilde yeriden Allah'ın sonsuz kudret ve sertenetini gözler önüne sermektedir. Üçüncü diğer bir nokta da Miraç'ın çile, elem ve izdırap yüklü bir Taif seferinden sonra meydana gelmesi, lütfedilmesi ve meşakkatler arasındaki sürurun, sevincin müjde dolu habercisi olmasıdır. Yani Allah Resulü aleyhissalatü vesselam Mekke'de İslam tebliğ eləyir, orada imana gelmirler, bir ümitle Taif'e gelir Zeyd bin Harise ile radıyallahu anh. Orada Allah Resulü aleyhissalatü vesselam'a iman etmemeler bir kenara dursun. Bir de üstelik Allah Resulü'nün küçük uşaqlarından daşladırlar. Allah Resulü alqan içərisində qalır ve Cebrail aleyhisselamın heyecanla yer küresine indiği anlardan birisi de odur. Hemen o andır Taif yolculuğunda. Ve bu hüzünlü şeyden döndükten sonra ki Miraç hadisesinin baş vermesi sanki Allah Resulü'nü bir teselli etmek anlamında. Kur'an-ı Kerim'de bizlere bildirilen ferzler Cebrail aleyhisselam vasıtasıyla meydana gelmiştir. Namaz ise Miraç'ta doğrudan doğruya birbaşa şahsen Cenab-ı Hak tarafından emredilmiştir. Bu da namazda ayrı bir sir olduğuna ve onun ibadetler içinde müstesna bir ehemmiyet taşıdığına delalet etmektedir. Hakikaten namaz dinin direğidir. Onunla kazanılacak
kəmalat heç bir ibadətlə qazanıla bilməz. İslami ibadətlər içində namazın rütbəsi axirət nemətləri içində zirvə təşkil edən ruhiyyətullah, yəni Cənab-ı Haqqı müşahidə etmə, müşahidə məqamı kimidir. Yəni digər ibadətlərə nəzərən namaz, cənnətdə bütün nemətləri unudub Allahı gördüyün zaman bütün nemətləri unutduğu kimi namaz neməti odur yəni. Çünki namaz möminlərin meracıdır. Dolayısıyla dünyada qulların Haqqa ən yaxın olduğu an xuşu içində qıldıqları namaz anlarıdır. Yəni insanoğlunun Allaha ən yaxın anı səcdə anıdır. Hədis şərəfdən bilirik. Və ayət-kərimdə deyilir, səcdə et, yaxınlaş. Yəni kim daha çox səcdə edərsə, kim daha xuşulu namaz qılarsa, o Allaha daha çox yaxınlaşmış olur. Namaz qulun daha bu dünyadaykən Rəbbinə mülaki olmasıdır. Bu yüzden Resulullah sallallahu aleyhi ve sellem Efendimiz namaz gözümün nurudur buyurmuş ve son nefesinde ümmetine namaza diqqət etmələrini vəsiyyət etmiştir. Namaz, namaz, namaz. Namaz, namaz, namaz deyir Allah Resulü son anlarında. Və əliniz, əmriniz altındakilərin haqqına, hüququna riayət edin. Meyraçda 5-ci meydana gələn Meyraçda varlıq nuru sallallahu aleyhi ve sellem Efendimiz'e səma qapılarının açılması onun nübüvvətinin sadəcə Məkkə, Qureyş və Sakif ilə sərhəd məhdud olmadığını, onun bütün cahanın nəbisi və aləmlərin əfəndisi olduğunu göstərməkdədir. Allah Resulü Aleyhisselatü Vesselam'dan öncə gələn peyğəmbərlər kimisi bir qəbiləyə, kimisi bir millətə, kim bir vilayətə və kimisi bir millətə gəlmişdi. Amma Allah Resulü Resulü Sakaleyn insanlara və cinlərə və bütün kainata göndərilmiş sonuncu Xatəmün Nəbiyyindir. Yəni peyğəmbərlərin möhrü sonuncusu. Bütün kainata, yəni dünya və axirət insanlarına. Meyrac ilə insanı təkamülün vara biləcəyi son nöqtə göstərilmiş, yəni insanın mənəvi yüksəliş sərhədlərinin nə olduğu bəyan edilmişdir. 7-cisi Resulullah sallallahu aleyhi ve sellemin Məscid-i Haramdan Məscid-i Aqsaya aparılması tarix boyunca bir çox peyğəmbərin göndərildiyi bu iki dini mərkəz arasındakı sağlam bağı daha da qüvvətli bir şəkildə göstərmiş olmaqdadır. Ayrıca bu hadisə İslamın bütün səmavi dinləri şumuluna alan, içine alan, haqq qatındakı tək din olduğunu da ifadə etməkdədir. Necə ki, Resulullah sallallahu aleyhi ve sellemin Məscid-i Aqsada bütün ənbiyaya, yəni peyğəmbərlərə imaməti də, imamlıq eləməsi də bunun bir başqa təzahürüdür. Meyracın birinci hadisəsi nə dedik? Birinci hadisəsi, yəni gündə 5 vaxt namaz. İlk öncə namaz 50 vaxt əmr edilir. Qayıtdığı zaman Resulullah sallallahu aleyhi ve sellem Meyraçdan qayıtdığı zaman, döndüyü zaman səmada Musa aleyhisselamla qarşılaşır. Nə ilə əmr olundu? Ümmətimə nə əmr olundu? Deyir, namaz, 50 vaxt namaz. Qayıt deyir, azaddır. Buna ümmətin güc çatınca. Mənim də ümmətimə əmr olunmuşdu, bacarmadılar. Qayıt azaddır. Bir neçə qayıtmaq sonucunda 5 vaxt namaza inir. 5 vaxt namaza. Yenə deyir, qayıt azaddır, deyir ki, bu mövzuda da Allahın yanında üzüm qalmadı, yəni üzüm kəsmir. Allah-u Teala nida edir ki, mənim yanımda hökm dəyişməz. Kim gündə 5 vaxt namazını gözəl şəkildə qılarsa, ona 50 vaxtın savabını lütf edəcəm. Əməllər 1-ə 10 vurulur da, bilirsiniz. Ən az, 1-ə 10. 5-in bölünə 10 gələndə, yəni ona vuranda 50 eləyir. Dolayısıyla Allah-u Teala'nın bu ümmətə mərhəməti, yəni kim 5 vaxt namazını gözəl şəkildə qılarsa, 50 vaxtın savabını almış olur. İkinci hədiyyə, Meyrac hadisəsi, hədiyyəsi, az öncə söylədik, Əmənə Rasulü. Üçüncüsü isə ümmətindən Allah'a şərik qoşmayanların bağışlanacağı müjdəsi. Yəni, ümmət Muhammeddən insan olaraq müəyyən xətalar, qüsurlar, günahlar işləyirik, eləyirik. Yəni, bəşər şaşar demişlər. Əgər şərik qoşma hadisəsi yoxdursa, Allah'a şirk qoşma hadisəsi yoxdursa, digər günahları Allah əff eləyər. Yəni, ona görə bu ümmətə lütf edilən Meyrac hadisəsindən, Meyrac hədiyyəsi olaraq gündə 5 vaxt qıldığımız namaz Əmənə Rasulü və ümmətdən Allaha şərik qoşmayan kimsələrin bağışlanacağı.
Bu Meyrac hadisesinde bir tane de dikkat edeceğimiz husus, yani ibret alacağımız şey, Cebrail aleyhisselam, Peygamber aleyhisselatü vesselam'a yolculuk, İsra hadisesi ve arkasından da Meyrac hadisesi, Allah Resulü anlattığı zaman sahabe, yanında olan sahabeler təsdiq ediyor ve ağızdan ağza o esnada Hazreti Ebubekir yanında değilmiş, evindeymiş. Müşrikler hemen Hazreti Ebubekir'in yanına yürürler. Ki görün burada Ebubekir'in imanını alınabilir mi, olabilir mi, böyle şüpheye düşebilir mi? Dedikleri zaman ki indi dostun göğlere yükseldiğini, falan yere gittiğini, feşman yere gittiğini söylüyor. O değilse doğru söylemiştir diyor. Təsdiq, sıddiqiyyət. Yani ama ve lakin görəsə oldu mu şüphe yoktur. O söylediyse doğru söylemiş. O söylediyse doğru söylemiş değil ve ona Sıddık lakab verilir, yani Sıddık Ekber. Yani Hazreti Ebubekir için Sıddık, Sıddiqiyyət məkamı lütfedilir. Cebrail aleyhisselam ne deyir? Ey Cebrail, qövmüm məni təsdiq etmez dedi kainatın efendisi. Cebrail aleyhisselam da Ebubekir səni təsdiq eder, o Sıddıqdır dedi. Yani Cebrail aleyhisselam Allah Teala'nın bildirmesiyle önceden bilir Hazreti Ebubekir'in təsdiq eləyəcəyini. Yani bu mən meyraca yükseldim, böyle şeyler gördüm dediğim zaman beni kim təsdiq elər, beni yalanlayarlar deyəndə Ebubekir səni təsdiq elər deyir. Ve dolayısıyla o sıddıkların başıdır. Allah Teala sahabe-i kiramın ömründen, hayatından ibret alarak ömrümüze, hayatımıza yön vermeyi nasip müyesser eylesin. Gecemiz mübarek olsun. Allah Teala ibadetlerimizi, itaatlerimizi, dualarımızı dergah hazretine kabul eylesin. Dualarımızın kabulü için, Allah rızası için El-Fatiha. Ne de namaz var. Yani bazı kitaplarda geçir. Qəza namazı olan kimselerin qəza namazlarını kırmaları daha tövsü məqsədə uyğundur. Bu gece sədəqə vermək, möminlərə salam vermək, yəni karşımıza çıkan kardeşlere salam vermək, yaxşı işler görmək daha yaxşıdır. Namaz kılmaq, istiğfar eləmək, bu gecəni zinətləndirmək yəni. Gece səhərə qədər oyaq durum, sonra sabaha yaxın yuxu tutsun, sabah namazını qazaya bıraxıb olmasın. Yəni xam dərvişlər kimi olmasın elə. Amma nə etmək lazımdır? Bu gecəni gecədən yəni değerlendirmək lazımdır. Çünkü Peygamber Aleyhisselatü Vesselam meyraca yükseldiği bir gecedir. Yani bu mübarek gün ve gecelerden istifade edərək nəfsimizi tərbiyə etmək üçün, islah etmək üçün değerlendirmək lazımdır. Bu kadar inşallah hatırladığım, yadımda kalanlar bunlar.